Öz nədir Aytən xanım? Öz naturun, yəni varlığın, Varlığın. nəsəsə olsan da, yəni birinci. Tamam. Bax, bəzi insanlar deyir ki, öz mənim bədənimdir. Bədən deyil. Birinin qolunu kəsib atsaq, onun yenə ürəyi nəsə istəyəcək. Bəzi insanlar deyir ki, öz mənim statusumdur. Yox, ayrı bir ölçüyə atsaq o statusu olmur. Öz beynimdir, yox, ağlımdır, yox, ürəyimdir, yox. Öz insan ruhudur. Həm də yəni yaradılışdan nə gəlmisənsə. Bəli. Bu bizim də yaşadığımız hisslər özümüzü dəyişir axı. Bəli. Dəyişir. Ona görə də biz ruh, bədən, beyin arasında Bəli. tamada İndi davadayıq. öz bərabərdir ruh. Ruhu kim yaratdı? Yaradan. Öz bərabər ruh, ruh da bərabər Allah. Aha. 3 dənə bərabər var. Öz bərabər ruh, ruh da bərabər Allahdırsa, o zaman Allah hardaymış elə? Özdə. Özdə. İndi özünü dəyərsiz görən kimi dəyərsiz görür? Allahı Aha. Allahı dəyərsiz görən birinə Allah qapı açar? açmaz. Açmaz.